Mən Naxçıvan Dövlət Universitetinin həm doktorantıyam, həm də bu Naxçıvan mənim üçün çox sevimli və sevdiyim bir belə deyək də məkanlardan biridir və tez-tez gəlməyi xoşladığım bir yerdir. Həqiqətən bu universitetdə gedən və daim təkrarlanaraq fərqli-fərqli mövzularda keçirilən konfranslar ölkənin və həqiqətən də Naxçıvanın özünün inkişafına çox böyük təkan verir. Gördüyümüz kimi burada oturan tələbələr və eyni zamanda burada Naxçıvan Muxtar Respublikasının belə deyək də ictimai işlərində işləyən insanların çıxışı və bunun özünün burada oturan tələbələrə nə qədər motivasiya verdiyini gördük və onlara verdiyi suallar, qarşılıqlı cavablar, müsbət emosiyanın və onlara motivasiya verməsinin şahidi olduq. Və bu cür konfransların ardıcıl keçirilməsi bir ölkənin inkişafını, bir ölkənin həqiqətən nə qədər irəli gedə biləcəyini göstərən bir göstəricidir və mən çox xoşbəxtəm ki, bu konfransda iştirak elədim, çıxış elədim və kiməsə, necəsə motivasiya ola bildimsə, yenə də özümü xoşbəxt hiss edirəm. Təşəkkür edirəm.